Hamıza salamlar, mən Qabil. Bugün sizlərlə birlikdə yeni bir video ilə qarşınızdayım. Dostlar, bildiyiniz kimi bizim 6-cı liqdən 1-ci liqə yüksəlib və yaxud da Şampionlar Liqi, Avropa Liqi, Konferans Liqi olub. Yəni bu kariyeri bitirmək deyə bir kariyerimiz var idi. Gördüyünüz kimi 6-cı liqdəyik. Keçən bölümdə klubumuz çox qəşəng irəlilədi. Bu konseptin də dostlar açıqcası deyim səbəbi nədir? Hər utduqca qarşı tərəfin ən yüksək oyuncusunu alırıq. Yəni bu da opsi bölümdən gördüyünüz kimi udmuşuq. Yəni ən yüksək overall oyuncuları götürmüşük. Kadromuzun 4.1 dəyəri var. 1000. Gördüyünüz kimi birinci ilə aramızda 6 puan fərqi var. Görək sizlərlə birlikdə bugün 5-ci liqə yüksələ biləcək, yüksələnməyəcək. İstəsiz yavaşdan keçək dostlar. Bildiyiniz kimi mənim bir dənə içərəyim var. Məsəl üçün takımların maç tahmin eləyir oyun. Ona çox izlənmə gəlir. Yəni belə kariyer eləyəndə 2-3 dənə like keçə-keçmədi. Amma o videoya məsəl üçün takım hansısa klubların maç tahmin eləyir. Onda çox qəşəng like'ları gəlir. Yəni deyirəm ki, bu kariyerin də biraz like'larını çox az, çox yaxşı olar. Bunlarda 58'i. Dostlar, bunlarda 60'lık GB var. Utsaq o bizim kadromuza girəməyəcək. Amma yedəkdə yer alar. Simülə edək. Bərabərə qaldıq, olsun. Birinci udub. 7-0 udublar özə. Biz demək olar ki, biz görüm nə qədər maç qalıb. 3, 6 dənə maç qalıb. 6 maçda birinci olma ehtimalımız çox aşağıdır, amma niyə olmasın? Bunlarda 64 yürü var. Uf, nə işimizə yarayar? Utsaq. Həm 5-ci liqdə də bizə çox kömək eləyər. Bunlarla da bərabərə bitdi. Birinci nağarıb, o udub. Birinci udub. Buradan LB'də qırmızı kart görməyə vaxt tapdı. Всё. Biz heç olmasa bu ikinciliyi qoruyub saxlaya bilsək, 7-ci bəlkə gəldi bizə playoffda. O da ola bilər. Bunlarda 53'lük LB ilə namı var. Yox, heç bir işimizə yaramayacaq. Və simülə edək. Bunlar kümə düşüb. Biz bunlara da xal veririk. Kümə düşmüş 22-ci olmuş bir takıma da xal veririk. Heç nə, birinci bunlar oldu. Bunlar amma məncə elə 5-ci liqə yüksələn kimi kümə düşərlər. Çünki kadroları belə güclüdür. Nə oldu? Mən tardı qırmızı kartı. Yox hələ. Bunlarda kim var? 64'lü yağmı. Oy, nə işimizə yarayır. Özə bunlar da kümə düşüb deyəsən. Gözləyin dostlar, baxaq. 20-cidirlər. Kümə düşmək istəmirlər, yarışırlar. Biz amma onların 64'lü oyuncularını götürəcəyik. Özə bu başqa ölkədəndir. Ölkənin adı yadımda idi, borsa tapanmadım. Nəysə, oyuncusun adını qeyd edeyim, dostlar, götürürük. Dostlar, oyuncu bu daha. Buna biz 1 milyar versək, 1 milyon verərlər oyuncuna. Elə də oldu. Oyuncunu buradan 60 idi. Qoyaq bura. Neçə oldu? 61 oldu. Bu LB'nin qırmızı kartı bitdi. Bunu da bura qoyduq. 62 oldu. Bizim hücumumuzun gücləşməyi lazımdır ilk növbədə. O vacibdir. Qalandakı hələ ki işinə. Dostlar, oyuncusunu qoyduq buradan ilk 11'imizə. Siz davam edək. Bunlarda 61'lik LB var. Utsaq o da götürərik. Çünki onlar bizə həqiqətən də 5-ci liqdə çox kömək olacaq onların bizə. Çünki hani yedək də olsun, başqa da olsun köməkləri olacaq. Dostlar, oyuncu bu daha. Bu LB də oynaya bilirmiş. Olsun, işimizə yarayar. Özə qiyməti bilinir belə oyuncuların, o qəşəkdir. Bu 400'ə yoxdur. Yaxşı, gəl verim sən 700. Qəbul elədi axır. Bunu qoyacam. Bura qoyacam. Bunun əslində hücuma çox qəşəng katkısı olar o. Takım da bir yıldızdır. Bu 48'i satmaq o ayda futbolu bırakır o 100% indi.
Ha, bu daha. Nəysə qalsın da hələ ki. Bunlarda 63'lük DM'la RB var. Bizə DB lazım olacaq dostlar. Gəl RB-ni götürək 63'sü. Hansını götürək? Görək ən çox hansını ovol aşağıdır. Buranın ovol aşağı dostlar. O görə bura götürəcəm. Görün bundan sonra dostlar tək maçımız qalır, o da bunlar. Bunlardan da heç kəs götürəməyəcək. 56'lıq heç nə işimizə yaramır. Bunlardan uçsuq bir dənə bu DM'ni götürərik 63'lük. Legend demək olar üzü 2 maçından biridir. Utduğu oyuncusunu götürək. Oyuncu bu daha dostlar. Posta kadromuz dolub. Biri satmalıyıq kadrodan. RB futbolu bıraxmır görəsən bunu sataq. Nə oldu? Bunların hamısı da futbolu bıraxır. Bunların üzünə nəhlət olmasın. Görün burada lan qoca hansıdır onu sataq geçsin. Ən aşağı ovulu zat yoxdur. O görə bu məcbur dostlar bu 55'liyi satmaq məcburiyyətindəyəm. Getdi. Oyunçun yazaq təzən adını. Buna biz bir 1000 verək. Qəbul elədi. Bizə bir dənə millisinə çağırmış oyuncu var idi. Oldu ki. Bunu bura qoyacağam. Bunu bura qoyacağam. Bunu da ki bunun yerinə qoyacağam. Всё. Bunu belə всё. Hər şey yaxşıdır dostlar, hələ ki kadroda 56'lıq. 60'lıq santrafor. Uf. 60'lıq dostlar, onun adını qeyd edeyim, gələn sezonda alarıq. Uçsaq əgər. Dostlar bir də istədim sizə kadromuzun halını göstərim, hansı ölkədən oyuncular var. 2 dənə adını bilmədiyim ölkədən oyuncu var. Prosta onların ölkələrin adı dilimdədir, prosta deyəmirəm. Nəysə, bu son maçımızda simül eləyək. Görək playoffdakı rəqibimiz kim olacaq. Bu maçı utduq rahat. Birinci də udub, onlar rahat yüksəldi. Biz playoffdakı rəqibimizi gözləyirik. Görək playoffda kim gələcək. Gəldi rəqibimiz bu daha. Bunlardır. Ondan öncə dostlar mən bu 60'lıq oyuncusunu götürüm, santraforu. Onun yerinə 56'lıq bunu satmaq məcburiyyətindəyik. Bu santraforu. O takımda çox qoca oyuncu var. Hamısı da gələcək sezon futbolu buraxır. O görə bilmirəm indi kimdən ayrım yolları, kimdən qalsın. Bunlarda 64'lük CB var. İşimizə yarıyor, niyə yaramasın? Bu 60'lıq o santraforu götürək. Bu daha 300, 400 verək elə. Qəbul elədi. Bunu bunun yerinə qoyduq. Bunu da bunun yerinə qoyduq. Всё. Rəqib yarım yıldızdır. Bizdən aşağıdılar yıldızları. Görək də indi. Ay dədəcələ. 94'də atdıq, 107-ci dəqiqədə idik və 3-2 ələndik. Bu sezon da bu ligdə qaldıq. Ay dədəcələ. Bizim kadromuz onlardan qat-qat yuxarı idi. Bizim kadromuzda görün dostlar nə qədər qoca oyuncular var. Hamısı gec hərəkət edirlər. Penaltılar apar. Penaltılar aparsın, əlbəttə ki takım o takımı udacaq. Çünki onların ovulu çox aşağıdır. Onlar bu işi çoxdan penaltıya aparmaq istəyir. Yenə bu ligdə qaldıq. Gələ biz lig yüksələydik, amma görək də, görək. Bu sezon amma favorit bizi 100% bu ligin birincisi olaraq.
Çox oyuncu qocalar ayrılsın takımdan. Bizə belə bir oyuncular verdi. Qalsınlar da, nə deyim. Görürsünüz dostlar, over olaraq biz birinciyik. Burada 60-59'luq zat. Hələ ki qalsınlar. Hazırlıq maçımız. Adamlarda 62'li CB ilə 62'li CB-ni götürərik uçuq. Çünki o bizim işimizə yarayacaq. Hazırlıq maçıdır. Uduzluq 3-1. Sıradaki rəqibimiz 64'lü demoları var. Tutaq götürək. Bunlarla da bərabərə bitdi. Kubok maçı da var mən bilən. İlk kubok maçından başlayırıq. Dostlar, bu ligdə qalmağımızın bir şeyi yaxşı oldu ki, kubok maçı daha çox həvəs verəcək bizə. Bunlarda 56'lıq rırı var. Heç işimizə yaramayacaq. Görün burada takımda hələ də çox aşağı vollu oyuncular var, amma yenə də qalsınlar. Kubokun ilk maçı. Görün dostlar, bizdən qat aşağı olan takıma biz 2 dənə gol buraxırıq o takımdan. Yəni bu qapçı da nətər qapçısa başa çanmıram. 63 orvodu var, amma nə? Kubokun ikinci rəqibimiz bunlar olub. Bunlar da rahat keçərik məncə. Bunlarda 65'li rırı. O oyunçunu götürək də, o oyuncu bizə çox lazım olar. Uçaq. Bərabərə bitdi. Yenə götürənmədik. Sıradakı maç. 54'lü yağmı işimizə yaramayacaq. Uçaqda. Götürməyəcək o oyuncu. İş orası uda bilirik ki, oyuncunu götürək. 2 xalımız var ligdə. Bunlardan 56'lıq demoları var. İşimizə yaramır. Buradan takıma şans basaq. Bir sprutduq. Qəşəng. 7-ciliyə üzük giririk. 61'li yağmı uçsaq götürək, o da işimizə yarayar. Qolunun adını qeyd edeyim dostlar. Dostlar, oyuncu bu daha. Dostlar, indi gəlirik buradan bura. Oyuncunun adını qeyd edəyək. Dostlar, bu da bir iki oyuncu ilə yolları ayırdım. Yəni ilk 11 oyuncularından yox, yədəkdə oturan aşağı vollu oyunculardan. Bu daha dostlar, budur udduğumuz rəqibin oyuncusu. Qəbul elədi. Bunu qoyduq bura. Ekran kaydını bu yana çəkim. Всё. İngilis oyuncular azalır kadroda, o qəşəydi. İngilis oyuncular çox idi. 55'li CB-ləri var, işimizə yaramayacaq. Kubokdur bu, kubok maçıdır. 1-0 utduq və kubokda bir üst sirgə irəlilədik. Görüm kubokda kim gəldi. 3-cü. Bunlar, bu da bizim ligdəndir kubokda gələn. Bunlarda 57'li qapçı var. O da işimizə yaramayacaq. 2-0 utduq. Birinciliyə bizim irəliləməyimiz lazımdır yavaş-yavaş. Bunlarda
59'luq bunlarda da yine qapçı var. O da işimizə yaramayacaq. 10 nəfər qalmış takımdan biz nətər 2 gol buraxırıq axı. Bu mənə çatmır. Biz ən güclü klubuq bu ligdə. Biraz irəli zadı çıxın da. 62'lik qapçı var, işimizə yaramayacaq. Bir. Bunlarda 55'lik CB'lər var. İşimizə yaramır. Kubok maçdır bu, yox. Kubok hələ var. Beş bir tutduq. Bunu bunun yerine koyup bunu da bura, bunu buradan çıxartıp belə yaxşıdır. Bunlarda kim var? 65'lik bunlarda da rırı var. Uçsaq götürək. Qəşəng dostlar, oyunçunu götürürük. Oyuncu daha dostlar. Buna bir verək görək. Qəbul elədi. Bunu qoyacaq dostlar. Hücuma qoyacaq o. Bunu da ki bura qoyacağam. Всё. Bu 57'lilərlə yolları ayıraq. Kadroda boş yer tuturlar. Bu getdi. Sonra bu da getdi. Sonra bu qapçını da sataq. O da getdi. Всё. Kadromuz 5.9 dəyəri var. Bunu bura qoyduq. Bunu da ki bura qoyduq. Всё. Bunlarda 57'li LB-lə DM var. İşimizə yaramayacaq. Deyəsən bu maçda penaltıları gedəcək deyəsən, amma unutduq. Kubokdakı sıradakı rəqib hələ bəlirlənməyib. Bu dostlar 15 var ya, görürsünüz burada 15 yazılan. Boşdur qabağı. Orada da bizim rəqibimiz. Görək Manchester City zad gəlsənə qəşəng olar. At liglərdən Manchester'la oynayırıq. Çox qəşəng olar ha. Bunlarda 50'lik amı işimizə yaramır. Bunları uduzuruq biz. Komandaya nə olub? 6 fərqə qalxdı birinci ilə. Bu sezon yüksəlməliyik. Biz bu komanda ayılmalıdır. 56'lıq santrafor. Sümbül eləyək. Və axırı bir gol vurar. Yədəkdən vururlar. Gol bu kadronun mən 6 fərq var birinci ilə. Birinci də udur elə. Bunlarda da 56'lıq hamı var. Heç işə yaramır. Bunu qoyduq bura ki. Sonra səni yoxsa səni. Sən gir o çıxsın. Всё. 1-0 2-0. Birinci deyəsən uduzub, yoxdub. Bunlar kadrosu nədir belə, bunlar möhkəm gedirlər. Bizim rəqibimiz 60'lıq santrafor və 60'lıq amı. Düz olar bizim işimizə yaramır, amma niyə heç bir işimizə yaramır. 2-0 4-2 utduq axırı. Gücdən o da. Aha, birinci bərabərə qalıb. Xal fərqi düşür. 3-cülüyə qalxdıq biz. Bunlarda heç kəs yoxdur zaten. 57'li hamısı.
Kubokdakı rəqibimiz yenə bəllidir. Bu maçdan sonra bəlli olacaq. 60'lıq cıbı zadı yoxdur, qoyardıq ora. Dört sıfır. Yenə birinci bərabərə qalıb qəşəng. Xal fərqi 2 dollarla. Yəni keçə bilərik. Bunlar kimdir? Bunlar 100% bugün bu liqə təzə çıxıblar. Oo, dostlar bizlə eyni ligdə olan üzü 5-ci olub. Adamlar üzü 4-cü ligə yüksəlirlər. Sağ olun sizi. Bunlarda 60'lıq deyimi işimizə yaramayacaq. Kubokdakı rəqibimiz. Bunlar 4-cüdür. Bizim ligdə 4 ama olar. Oo, burada böyle takımlar var çıxqan. Yaxşı olar bizə denk gəlməyib. Kubokda yenə irəliləyə bilərik bəlkə də. Abi gol atında. Yaxşı biz bu penaltılar var ya, biz indi penaltılarda keçə bildik. Rəqib oy 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 oy. Bax bu özün sözünü demiş komandadır İngiltərədə. Aşağı liqlərdə sözünü demiş komandadır. Öz 64'lük santraforları var. Bunlar uçsuq başqa bir şey olar da. Görüm onlar neçənci ligdərdilər. 3-cü ligdədirlər. 3-cü ligdədirlər özdə. Oy 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 oy, başqa bir səviyyədir də o. 52'lik deyimi var. İşimizə yaramayacaq. O yüzden başqa səviyyədə o 64'lük santrafor. Sonra 2-1 udub birinci olsun. 3-cü heç nə dəyişməyib hələ ligdə. Bunlarda 64'lük qapıcı var İngiltərəli, uçsuq götürək. Utduq qəşəng. Dostlar, oyuncu bu daha. Qapıcı. Buna da biri verəcəm. Bu sabah da oyun hiləlidir. İstəyənlər varsa yorumlara yazsın. Kanal adı deyərəm, gedib oradan indirərsiniz. Bunu qoyduq bura. Bu Hollandalı ilə məncizi yollarını ayırmaq vaxtı gəlib çatdı. O zaten görə bunun potansiyeli nətər potansiyel verib. Hani bu Hollandalı? 22 maçda 6.6. Məncə belə də. Amma çox gol buraxırdı belə baxanda da sataq geçsin. İngiltərə komandasına getdi deyəsən o yenə. Nəysə. 57'lik santrafor işimizə yaramayacaq. Dördü bir utduq. Oo, birinci dəyişik. Bunlar çıxıb birinciliyə. Biz ikinci. Birinci də yeriliyib üçüncülüyə. Qəşəng gedirik. Dostlar, mən taktikimizi dəyişmək istəyirəm. Bu taktik açıqcası mənə heç xoşuma gəlmir. Bu taktiki belə eləmək istəyirəm, baxın. İkili santrafor eləmək istəyirəm. İkili yaxşıdır məncə. Bura 64'lüyü də qoyuruq. RB-ni qoyduq. 61'i də qoyduq. Bax, belə daha yaxşı oldu məncə kadro. Çünki bizim əvvəlki taktikdəki kadromuz çox boşluq verirdi məncə savunmada və hücumda. Belə yaxşıdır. 4-4-2. Belə taktiki ilə istifadə edəcəyik biz. Bunlarda heç bir işimizə yaramır. 4-4-2 taktiklə keçdik. Və ilkdən də uduzduq. Üçüncülüyə qalxdıq. Ha, bunlar kimdir bu? Bu birinci kimdir ha, bu? Nə yaman gedir o? Və kubok maçımız üzə yaxınlaşır. Heyecan doruqda düzey.
56'lıq almış, işimizə yaramayacaq. Amma məncə biz belə yerlərə gəlib çıxa bildiksə bu kadro ilə dostlar bizə halaldır. İkinci və gəldi çıxdı. Üf, 69'luq de bu nə idi? Oyda bu oyunu tutsaq da başqa şey olar. Biz gol yemin. Qəşəng uşaqlar, sağ olun siz uşaqlar. Baxın indi buradan dostlar 69'luq demonu götürəcəyik. Sağ olun siz uşaqlar. Bu daha dostlar oyuncu. Porsu 33 yaşı var amma olsun. Yenə də idarə eləyər də bir. Bir bunun ən azı dostlar 64-63'ə düşəcək futbolu buraxanda. Onda belə bizə lazım ola bilər bu. 63 orta sahamız. Hoppa. Bunu da bura qoyduq. 65'ə çıxdı. Qəşəng. Komandamız üzü bir yıldız yarımdır. Bunlarda 62'li cebunun rırı var. Rırını götürər 62'li utusu. Və utduq da götürək oyunsun. Və dostlar bu qalibiyyət bizi birinciliyə yüksəltdi. İndi o oyunçunu da götürək, buradan adını yazıb. Daha dostlar. Buna bir 500 verim. Geldi. 62'li olan defansımızı el 62'de kaldı. 58'yi satak geçsin. So. Kadromuz belədir. Dostlar bu bölümü burada bitirək. Kubokdakı görsən sıradakı rəqibimiz kim olacaq və yaxud da sizlə biz kubokda irəliləyə biləcəyik. Kadromuza daha qəşəng oyuncular qata biləcəyik. Bu bölümdə çox qəşəng şeylər elədik. Baxmayaraq ki eyni liqdə də qaldıq. Çox qəşəng transferlər elədik. Kadromuz üzü 10.000'ə yaxın gedir dəyəri. 7.000'dir hələ ki. 10.000'də olarıq yaxında. Kadromuzda gördüyünüz kimi belə ölkədən oyuncular var. Nəysə dostlar, siz bu maçda sümür eləyib videonu bağlayayım. 54 rırılar var. Bu maçda sümür eləyib videonu bağlayacağım. 3-0 qəşəng. Və birinci bitiririk. Bir fərq var ikinci ilə aramızda. Çox qəşəng gedirik. Gələn videolarda görüşərik dostlar. Kubokdakı rəqibimiz 22 görsünüz dostlar yazılıb. Onda bəlli olacaq. Nəysə dostlar sağ olun, salamat qalın.